5-ci bölmə. İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. 15-ci fəsil İstirahət vaxtı. Maddə 103. İstirahət və nahar üçün fasilə. İş günü növbəsi ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti daxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi kollektiv müqavilə ilə müəyyən edilir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda işə götürən işçiyə nahar etməyə şərait yaratmalıdır. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edir. Maddə 104. İstirahət günləri. Hər bir işçiyə həftələr arası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələr arası istirahət günlərinin sayı 5 günlük iş həftəsində 2 gün, 6 günlük iş həftəsində isə 1 gün olmalıdır. İş vaxtının cəmlənmiş çotu zamanı istirahət günləri Həmkarlar İttifaqları Təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar İttifaqları Təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Hər dəfə qan və ya qan komponentlərini pulsuz, əvəzsiz verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Maddə 105. Bayram günləri. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır. Yeni il bayramı yanvarın 1-i və 2-si, Qadınlar günü martın 8-i, Faşizm üzərində qələbə günü mayın 9-u, Müstəqillik günü mayın 28-i, Azərbaycan xalqının Milli Qurtuluş günü iyunun 15-i, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü iyunun 26-sı, Dövlət Suverenliyi günü sentyabrın 20-si, Müstəqilliyin bərpası günü oktyabrın 18-i, Zəfər günü noyabrın 8-i, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü noyabrın 9-u, Konstitusiya günü noyabrın 12-si, Milli Dirçəliş günü noyabrın 17-si, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dekabrın 31-i, Novruz bayramı 5 gün, Qurban bayramı 2 gün, Ramazan bayramı 2 gün. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik günü, Azərbaycan xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü, Zəfər günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur. Həftələr arası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonraki iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Bayram və həftələr arası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və istirahət günlərinin yeri dəyişdirilə bilər. Maddə 105-1. Səsvermə günü. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki, referendum keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Maddə 106. Ümumxalq hüzn günü. Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir. Maddə 106-1. Azərbaycan Respublikasında anım günü.
Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü Azərbaycan Respublikasında anım günüdür. Maddə 107. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yol verilməzliyi. Bu məcəllənin 101-ci maddəsinin A və B bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yol verilməzdir. Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti. Bu məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə bu məcəllənin 105-ci maddəsinə göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır. 6 günlük iş həftəsi ilə işləyən işçilər üçün bilavasitə səhərsi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Maddə 109. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi. Bu məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 16-cı fəsil. Məzuniyyət hüququ və onun təmin edilməsi. Maddə 110. İşçilərin məzuniyyət hüququ. İşçilər vəzifəsindən, peşəsindən, əmək şəraitindən və əmək müqaviləsi müddətindən asılı olmayaraq, bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində vəzifəçiliklə işləyən işçilərin də bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə hüququ vardır. İşçilərin bu məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, peşəsi və bu məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılır. Habelə işə götürən təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yol verilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir. A. Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti. B. Sosial məzuniyyət. C. Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti. C. Ödənişsiz məzuniyyət. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili. Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə, vəzifə üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlamayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin 2 iş ilinə görə məzuniyyət hüququ olduqda, o həmin təqvim ilində hər 2 iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.